Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya vel mursalin nebine Muhammed ve ala alihi ve ashabi ecmain. Amma ba'd. Birçok kardeşlerin şikayet ettiği meselelerden biri odur ki bazı Müslümanlardan başkalarına karşı tehdidin meydana gelmesi. Yani seni vuraram, seni döyərəm, sana belə eləyərəm, sana elə eləyərəm. Bazı Müslümanları tehdit etmesi, bazı Müslümanları küçümsemesi. Birçok kardeşler bu meselelerden şikayet edirlər ki, görəsən İslam dininde başka birini küçümsemeyin hükmü nedir? Ona şək yoxdur ki, İslam dini pak, temiz, her zamana ve mekana uygun, mükemmel bir dindir. Xələl sadəcə mən müsəlmanam deyib İslamın əmretmədiyi şeyləri edən müsəlmanlardadır. Xələl Allah Azza və Cəllənin əmrlərinə uymayıb nəfsinə köləlik edənlərdədir. Başqasını təhqir eləmək, başqasını təhdid eləmək, başqasını küçümsəmək, vuraram, döyərəm, kəsərəm, asaram, səni belə eləyərəm, səni elə eləyərəm. Bunların hamısı cahillərin simasıdır. Bunların hamısı qəlbində Allah qorxusunun az olanların simasıdır. Bunların hamısı Allah Azza və Cəlləni həqiqi şəkildə təqdirə qoymayan insanların simasıdır. Səhih hədisdə Rasulullah sallallahu aleyhi və səlləm buyurur: "El-muslimu men selime'l muslimuna min lisanihi ve yedihi." Gerçek Müslüman, həqiqi Müslüman, həqiqi iman əhli odur ki, başqaları nə onun əlindən ne de dilinden əziyyət çəkməzlər. Doğru Müslüman budur. Başkalarına ne eliyle, ne diliyle, ne de hiçbir şeyle əsla əziyyət vermez. Hansı Müslümanlar diliyle başkalarına əziyyət verir? Hansıları elleriyle başkalarına əziyyət verir? Hansılar ki gerçek Müslümanlar değil. Onların imanlarında Allah Azza ve Celle olan teslimiyatlarında xələl var. Hansı ki onların İslamları tam oturmuyor. Belə insanlardır başqalarına əlləri ilə, həm dilləri ilə əziyyət verir. Və insan çalışmalıdır ki, bu kısa bir hayatta elə bir ömür sürsün ki, ölüp getdikdən sonra güzel bir eser koyup getsin. Güzel bir eser koyup getsin. İnsanlar onu andığı zaman pis sifətlərlə, pis amirlərlə, pis əmərlərlə o insanı anmasınlar. Buxari'de hadis var. Peygamber sallallahu aleyhi ve sellem bir gün otururken bir cenaze gelir. Peygamber sallallahu aleyhi ve sellem buyurur ki vacip oldu. Ve sonra başka bir cenaze gelir. Peygamber sallallahu aleyhi ve sellem der ki vacip oldu. Sahabeler soruşurlar ki ya Resulallah, vacip oldu kelimesi telaffuz ettin 2 defa. Bunun anlamı nedir? Peygamber sallallahu aleyhi ve sellem buyurur ki bir ilk geçen cenazeye gördüğünüz zaman hamınız onu pislediniz. Dediniz ki vay buna vay buna. Bu pis adamıydı, bu falanıydı, bu fehmanıydı, bu eziyet verirdi vesaire kimi. Ve dedim ki vacip oldu. Yani ona cehennem vacip oldu. İkinci cenaze keçəndə isə hamınız ona sana ettiniz. Onun yaxşı adam, güzel əməllər sahibi olduğunu dediniz. Dedim ki vacip oldu. Yani cennet ona vacip oldu. Ve Resulullah sallallahu aleyhi ve sellem buyurur ki entum şuhadaullahi alel ard. İnsanlara der ki siz Allah'ın yeryüzündeki şahidlərisiniz. Ona göre kardeşler fikir verin hadise. Eğer bir insan neyi çoxaldarsa bu dünyada onunla tanınar. Bir insan hansı əməl üzrə gedərsə o əməl üzrə ölər ve o əməl üzrə də həşr olunur. Ona göre bir insan güzel əməl sahibi olmalıdır ki onunla tanınsın. Əliyle əziyyət vererek, diliyle əziyyət vererek, başkalarını təhdid eləyərək, belə bir həyat tərzi keçirərək özünü belə tanıdıb, eğer insan ölərsə bilsin ki öldükten sonra onun pis ve çirkin olduğuna dair
insanlar şahidlik edecekler. Ve bu da onun gerçekten cehennem ehli olmağına sebep olabilir. Aslında başkalarını təhqir etmək, başkalarını təhdid etmək, kəsərəm, asaram, vuraram, döyərəm, öldürərəm və s. kimi başka Müslümanları küçümsəmək, bunların hamısı bir insanın özünün kimliğini tanımamağından ileri gelir. Gerçekten onun təkəbbürlü olmağından ileri gelir. Resulullah sallallahu aleyhi ve sellem buyurur: "La yedhulul cennete men kana fi kalbihi miskalu zerratin min kibir." Kalbinde, yüreğinde miskal kadar kibir olan insan cennete girmeyecek. Ona göre eğer kim özünde bu şeyleri görürse, kimde bu halal varsa, başkalarını durmadan küçümsəyirsə, təhqir edirsə, təhdid edirsə ve bununla cemaatin etrafının içinde tanınırsa, o insan imanını, ihlasını, kimliğini mütləq hesaba çəkməlidir. Özünü ələ almalıdır. Dürüst olmağa çalışmalıdır. Tövbə etməlidir və nəfsini islah etməlidir. Yoxsa əksi təqdirdə bu sifətlə Allaha qovuşarsa, bilsin ki, tanındığı kimi cəmiyyətdə öldükdən sonra da həmin cəmiyyətdə yaşayanlar o insanın üzünə duracaqlar, onun şahidi olacaqlar. Allah Azze ve Celle'den diləyirəm ki, bizləri sabit eyləsin, dürüst müsəlmanlardan, gerçek müsəlmanlardan eyləsin. Nə əlimizlə, nə də dilimizlə əsla kiməsə əziyyət verməyənlərdən etsin. Və sallallahu və səlləm və barik alə nəbiyyə Muhammed.